Salam değerli tələbələr, hər vaxtınız xeyir olsun. Mən informatika üzrə təlimçi Əkbər Beypullu. Bugün sizlərlə 10 may 2026 tarixində Edikompan Təhsil Şirkətində magistratura üzrə keçirilmiş ümumi sınağın informatika fənnindən sualların izahına baxacağıq. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualımız MS Word mövzusundan layout lent tabının paragraf lent qrupundandır. İlk olaraq biz baxaq layout lent tabındakı paragraf lent qrupundan nələr edə bilərdik onlara. Deməli, qeyd olunmuş mətn fraqmentlərin və yaxud da abzasların soldan boşluq məsafəsini, sağdan boşluq məsafəsini, abzaslardan sonra və əvvəl punktla boşluğu daxil edə bilərdik. İndi sualımızda bizə verilib, məsələn, left hissəsinə 1 sm daxil edilib. Bu left hissəsinə 1 sm daxil edilmə onu göstərir ki, buradakı ox işarəsindən də məntiqlə tutmaq olar. Yəni, soldan sağa doğru boşluq məsafəsi 1 sm olacaq. Soldan sağa doğru ifadəyə diqqət yetirmək lazımdır. Deməli, 3 düzdür. Sonra, right 3 sm-dirsə, ox işarəsi sola doğrudursa, deməli, bu o deməkdir ki, sağdan sola doğru 3 sm boşluq var, düzdür. Bir də after sonradırsa, qeyd olunmuş abzaslardan sonra 10 punkt boşluq var. 2, 3, 5. Dediyim kimi diqqətli olun. Left olması dəlalət eləmir ki, soldan sağa götürək. Elə ox işarəsindən də ki, məsələni tutmaq olar. Sonra əlimizdə belə bir URL ünvan var. Deyir ki, bu ünvanda serverin adı hostname hansıdır? Hostname həmişə URL ünvanlarda protokoldan sonra gələn hissədir. Birinci səviyyəli domen daxil. Yəni, protokoldan həmən sonra götürürsən, birinci səviyyəli domen daxil. Biz bunu əslində qlobal şəbəkələrdə keçmişdik URL ünvanlarla bağlı. Bir balaca təkrarlayaq onu. Deməli, URL ünvanın tam təhlili. Deməli, protokol gəlirdi, sonra internet xidməti, sonra serverin adı, protokoldan həmən sonra sayılır host kompüterin adı, alt domen, birinci səviyyəli domendən solda yerləşən, domenden sonra gəlir onun protokolun port nömrəsi, hər bir portun öz, daha doğrusu, hər bir protokolun öz port nömrəsi var. Sonra sorğu parametrləri və web səhifəni saxlayan fayl və s. Bir də buna path deyə bilərik, çığır. Şəbəkədə faylın yolu. Deməli, 23-cü sual. Kəsək sualımızı. Sənədimizin həcmi hələ ki verilməyib, biz tapacağıq. 81 səhifəlik mətindir. Mətn faylıdır. Son səhifəsində tutumu 704 kilobayt olan şəkil var. Hələ ki bu cibdə. 704 kilobayt şəkil cibdədir. Yerdə qalan səhifələrdə isə hər birində 32 sətir, 64 simvol olarsa sənədin həcmini deyir ki, tapın. Deməli, həcm bərabərdir. Hələ ki 80 səhifə, son səhifədə deyir şəkil var. 80-i mən bəri başdan 2 üstü 4 vurulsun 5 kimi yazaram mı? 80. Sonra vurulsun, səhifə sayını vurdum. Bir simvolun həcmi Unicode'da olduğu üçün 2 byte vurulsun 32 sətir, 2 üstü 5 sətir vurulsun 2 üstü 6 simvol bərabərdir. Sadələşdirirəm. 2 üstü 4, 2 üstü 5, 2 üstü 6 bu mənə verəcək. 2 üstü 15, 2 üstü 16 vur 5. 2 üstü 16 vurulsun 5. Baxıram ki, bu byte-landır. Bəri başdan ilə mən bunu kilobayta keçirim, işim yüngülləsin. Böldüm 2 üstü 10-a. Bu da mənə verdi. Kilobaytla bərabərdir. Əlimdə qaldı 2 üstü 6, yəni 64 vurulsun 5. Bu da mənə verəcək. Mətnin həcmi sən demə 320 kilobayt imiş. Bizdən ümumilikdə sənədin həcmini istəyir. Birinci səhifədə də 704 kilobayt olan şəkil var. Bu da bizə verir 1024 kilobayt. Baxsan ki, 1024 kilobaytla cavab yoxdur, variant yoxdur. 1024 kilobaytla bilirsən ki, 200 sona bölsən, sənə nə verəcək? 1 megabayt. Diqqətli olmaq lazımdır.
Sonra doğru fayl adını istəyir bizdən. Fayl adında düzdür biz ASCII kod cədvəlindən 0-dan 31-ə qədər olan LPTD, kondur. Bunlarla bağlı qaydaları bilirik. Simvollarda biz insan sürətində yadımızda saxlamışdıq ki, sual işarəsi, ulduz, qoşa nöqtə, düz xətt, slashlər, böyükdür, kiçikdir və dırnaq. Baxırsan ki, məsələn B variantında ulduz var, getdi nağılından. C variantında sual işarəsi, E variantında qoşa nöqtə var. Demişik hər iki hissədə qadağan olunub. Burada da yenə böyükdür, kiçikdir işarəsi var. Amma A variantındakı simvol, yəni bu simvollar qadağan deyil. Yəni bu simvollar böyükdür, bərabərdir, kiçikdir, bərabərdir simvolları qadağan olmadığı üçün diqqətli olmalıyıq. Biz bunu doğru fayl adı kimi götürəcəyik. A variantı. Sonra 25-ci sualımız MS PowerPoint-də kontekstual menü tabları ilə bağlıdır. Deyir, aşağıdakı obyekt əlavə edildikdə hansı alət tabı açılır? Aşağıdakı obyekt əslində ilk baxışda bənzəyir 3D-yə. Sadəcə görünüm olaraq aldatmaq üçündür. Gəlin elə bir obyekt əlavə edək. Hansı obyekti? Smart Art. Figur sxemlər və yaxud da ağıllı təsvirlər. Hətta mən birini də buradan silirəm. Gəlirəm bunun rəngini də dəyişirəm. Tam olaraq belə bir şey olsun. Burada bunun döndərmə seçimləri var. Rotate. Görürsüz? Bu şəkildə. Deməli, bunun döndərilməsi, 3D formatında göstərilməsi bu 3D olmasın demir bizə. Yəni biz bunu Smart Art kimi götürməliyik bu da. Smart Art. Ağıllı təsvirlər və yaxud da fiqur sxemlər. Bununla da nə açılır? Smart Art Design, bir də format. Smart Art Design-la ümumi biz layout düzəninə, tərtibatına dəyişiklik edə bilərik. Formatdan isə hər bir obyektinə fərdi yanaşa bilərik. Bu da belə. Deməli açıldı Smart Art Design, bir də format. 3-5. Sonra 26-cı sual informasiya təhlükəsizliyindən bir sualdır. Deyir, təşkilatda bir işçi elektron məktuba gələn bənd genişlənməli faylı açdı, sonra kompüterin ekranında pop-up pəncərələr görməyə başladı. Təsvir olunan hansı təhlükə növüdür? Təbii ki, biz bunu keçmişdik. Malware injection, yəni zərərverici proqram yoluxdurmasında baxmışdıq biz buna. Zərərverici proqramın yoluxmasının simptomları, həm də ondan qorunma üsulları ilə biz yadımızda saxlaya bilərdik ki, bu hansı hücum növüdür. Deməli, malware injection. Həm burada var simptomları. Elə sən simptomlardan götürə bilərsən ki, pop-up pəncərələrin görünməsi zərərverici, yəni malware injection yoluxmasıdır. Bir də burada zərərvericidən qorunma üsulları. Baxın, bu slayddan demək olar ki, möhtəşəm suallar çıxartmaq olar. Ona görə də burada məsələn exe, bətdi, com, pif kimi uzantılarla olan faylların açılması da zərərverici yoxdurmaya, yəni zərərverici yoxdurma hücumuna məruz qalmaq olar. Belə. Sonra 27-ci sualı kəsək. Deməli deyir ki, 27-ci sualda S2 xanasına elə düstur yaz ki, o düsturu S3, S6-ya da köçürəndə nəticənin uğurlu olub olmaması qeyd olunsun. İndi burada baxıram ki, təbii ki, mən burada if-in işləmə funksiyasını bilməliyəm. If necə işləyirdi? Əgər verilən məntiqi test, məsələn, birini götürək, düzdürsə, götürürdü birinci dəyəri, səhvdirsə, ikinci dəyəri götürür. İşləmə prinsipi budur if-in. İndi, yəni logic test düzdürsə, məntiqi test. Dəyər 1-i götürür, səhvdirsə, dəyər 2-ni. İndi baxıram ki, mən bura elə dəyər daxil edim ki, əgər uğurlu götürmək istəyirəmsə birinciyi, tam tərsi də ola bilər də, istəsək bunu düsturda daxil eləyəndə. A1, yəni A2 xanası B2-dən kiçik bərabər olmalıdır. B2-dən kiçik bərabər. Çünki 85 bal toplasa da uğurludur, 85-dən böyük toplasa da uğurludur. Yəni mən məsələn baxıram ki, mən bura bunu daxil eləsəm, düzdür. Dollar A2, dollar B2. Amma Excel-də böyük bərabər, kiçik bərabər işarəsi bu işarə ilə ifadə olunmur. Belə olmalıdır.
Bu yanlışdır. Ona görə də A variantı ilə nağdından getdi. Sonra E variantı da getdi. Qalırıq B, C, D variantların arasında. Baxırsan ki, deməli B variantına baxaq. B variantında sıxıntı nədir? Düzdür, əslində düstur, amma bir sıxıntısı var ki, sən onu sürüşdürəndə burada sətir mütləqdir. Qarşısında dollar var. O sətir mütləq olmamalıdır. Nəyə görə? Mən burada bunu sürüşdürəndə bura bu olmalıdır. A 3 kiçik bərabərdir B 3-dən. Düzdürmü? Amma bunun qarşısında dollar olduğu üçün mən onu sürüşdürəndə 2 dolara qalacaq. Deməli bu nəticə düzgün hesablanmır. Uğurlu uğursuz olması. Bu da getdi. Sonra qalırsan burada S ilə D-nin arasında. S ilə D-də də uğursuzla uğurlu sözlərin yeri dəyişikdir. Bax, A2 B2-dən kiçik bərabərdirsə nəticə nə olmalıdır? Uğurlu, məntiqlə düşünsək. Amma burada nədir? Uğursuz. Şərt düzdür, amma xanaya nə yazılacaq? Uğursuz yazılacaq. Ona görə də D variantı tamamilə doğrudur. Deməli, A variantlarını atdıq biz işarəyə görə. Bu işarə istifadə olunur Excel-də. Qalanlarında da uğursuz sözü sıxıntılı idi burada. Burada da sətir mütləq idi. Demişik sətir mütləq olmaz çünki bütün xanalara sürüşdürməliyik biz onu. Belə oldu. Deməli D variantı. 28-ci sual müvafiq olaraq komitələrin təsnifatına görə uyğunluğuna, işləmə prinsipinə, qabarət ölçüsünə, təyinatına görə verilmiş variantı bizdən istəyir. Gedək baxaq komitələrin təsnifatına, sonra gələk sual işləyək. Deməli, yaranma tarixinə görə, element bazasına görə nəsillər, işləmə prinsipinə görə analoq rəqəmsal hibrid, təyinatına görə universal problem yönlü ixtisaslaşdırılmış, uyğunluğuna görə aparat əməliyyat sistemi səviyyəsində proqram uyğunluğu və verilənlər səviyyəsində uyğunluq, qabarət ölçülərinə görə isə superkompüter, böyük kompüterlər eyni zamanda mainframe də deyə bilərik, orta kompüterlər, mini kompüterlər və mikrokompüterlər. İndi orada cədvələ diqqət yetirsəniz, cədvəl deyirəm, suala diqqət yetirsəniz, buradan da bizə anlayışlar verib bizi çarpıtırmağa çalışır sual. Diqqətli olmaq lazımdır. Deməli, baxırsan ki, müvafiq olaraq uyğunluğuna görə, sonra olmalıdır işləmə prinsipinə görə, sonra olmalıdır qabarət ölçüsünə, sonra təyinatına görə. Baxırsan ki, belə bir şey yoxdur təsnifatda, proqram vasitələri. A variantı getdi. Sonra kompüterin strukturu yenə getdi. Baxırsan ki, C variantı ola bilər. Hardware nədir? Aparat uyğunluğu. Deməli, burada təsnifatda aparat uyğunluğu var baxırsan ki. Ola bilər. Sonra rəqəmsal işləmə prinsipinə görə baxırsan ki, rəqəmsal da ola bilər işləmə prinsipinə görə. Sonra mainframe qabarət ölçüsünə görə deyir. Baxırsan ki, qabarət ölçüsünə görə mainframe var idi. Həm də böyük kompüterlər deyirdik. Bir də ümumi təyinatlı, ümumi təyinatlı demişdik ki, təyinatına görədir, universal kompüterlər. Deməli, C variantı ilə düzdür, doğru cavabdır. Məsələn, əməliyyat prinsipi burada printerin əsas xarakteristikasıdır. Ona görə D variantı ilə bəri başdan çıxır. Verilənlər səviyyəsində uyğunluq düzdür. Analoq işləmə prinsipinə görədir. Orta artıq qabarət ölçüsünə görədir. Təyinatına görə super olmaz. Super gedir artıq qabarət ölçüsünə görə. 2 dənə artılı qabarət ölçüsü verir. Sonra 29-cu sualımız yenə Word sualıdır. Deyir, layout link tabının page setup dialoq pəncərəsindən icra etmək mümkün deyil. Mətnin şaqili düzləndirilməsi var. Vertical alignment. Baxaq, gəldin, page setup, vertical alignment. Deməli, bir saniyə. Hı. Deməli, vertical alignment var. Şaqili düzləndirmə. Sonra tək və cüt səhifələrin kolon titulların fərqləndirilməsi var. Layoutda da elə header, footer, different, odd, even, different first page. Sonra sütunlara bölünmə dialoq pəncərəsindən mümkün deyil, amma lent qrupun özündən mümkündür. Buradan sütunlara bölərik, amma dialoq pəncərəsindən sütuna bölünmə deyə bir əmr yoxdur. Mətn mətn deyirəm, üzr istəyirəm. Səhifənin ölçülərinin təyin edilməsi var və səhifənin kənar boşluğunun təyin edilməsi də var. Sonra MS Access 2019-da süzgəçin növlərinə aid deyil. Diqqətli olmaq lazımdır. Deməli,
Aksesdə süzgəçin növləri dərsdə də biz buna əyani baxmışıq. Deməli, süzgəçin növləri var idi. Sahənin qiymətinə görə, seçilmişə görə, genişləndirilmiş advanced filter, bir də aksesin obyektlərindən formaya görə, yəni süzgəc, filter by form. İndi baxırsan ki, elə hamısı verilib. Sahənin qiymətinə görə, seçilmişə görə süzgəc, genişləndirilmiş süzgəc, bir də formaya görə. Sorğuya görə süzgəc yoxdur. Nəzərinizdə olsun. MS Excel 2019 cədvəl prosesorunda xana tiplərini seçməliyik. Deməli, yenə biz bunu nə ilə qarışdırırıq? Əsasən, qarışdırırıq aksesdə olan sahə tipləri ilə, bunlarla. Short text, long text, number, large number, date time, date time, extended, bunlarla qarışdıra bilərik. Sonra gedək Excel'in sahə tiplərinə baxaq, üzr istəyirəm, xana tiplərinə baxaq. Aha. Deməli, xana tipləri Homeland tabında general, number, currency, accounting, short date, long date, time, percentage, faiz, fraction, kəsr ədədlər, scientific, text və s. İndi gedirik sualımıza. Number var. Short text yoxdur. Bu aksesdə idi. Akses. Sonra short date var. Var idi. Long text yoxdur. Bu aksesdədir. Currency, valyuta var. Object aksesdədir. Special var, mümkündür. Xüsusi ölçənin kodlarına görə məsələn təyin edə bilərik. Calculated aksesdədir. 1.357. File Explorer'də obyektlərin görünüş rejiminə aid deyil. Obyektlərin görünüş rejimi haqqında biz ətraflı danışmışıq. Kursumuzun materialında da mövcuddur Windows 11 haqqında. Deməli, görünüş rejimləri extra large, large, medium, small, list, details, tiles, content, bu qədər. Deməli, burada nə yoxdur? Extra large var, extra small icons yoxdur. Small icons var, extra ilə yoxdur. Sonra növbəti sualımız algoritmdən belə bir maraqlı sualdır. Keçək sualı. Aha. Deməli, sualda deyir ki, algoritmin yerinə yetirilməsi nəticəsində şərt blokuna sual işarəsinin yerinə aşağıdakılardan hansı şərt yazılsa, 1 və 8 də daxil olmaqla xüsusi olaraq vurğulayır ki, yalnız 1-dən 8-ə qədər ədədləri çap etmiş olar. Yəni artıq ədəd çap etməsin. Məsələn, baxırsan burada A1 gəldin, 1-i çap elədin. A1-ə bərabərdir. Sonra gəlirsən A bərabərdə A üstə gəl 1. A neçə oldu? 2. Baxırsan ki, A 2 oldusa, elə məsələn A variantını qoysaq, mümkün deyil. 2 doğrudan da ondan kiçikdirmi? Algoritm nə olur? Sonlanır. Ona görə də biz bunu götürməliyik. Çünki deyir ki, 8-ə qədər çap eləsin. Sonra, deməli A variantı getdi. Sonra B variantı 8-dən böyükdür. Baxırsan ki, böyük deyil. Yoxdur. Bu sənin çapa aparacaq. Elə cavabımız bu olacaq. Gəlin yoxlayaq bir-bir. Deməli, gəldin, üstünə 1 gəldin, 2, döndün, qayıtdın. Bura yazmısan 2. Bu yazaq şərti bura elə. Deməli. Yazdın, 2 8-dən böyükdür, deyirsən yox. Döndün, qayıtdın, çap blokuna girdin, 2-ni də çap elədin. Çapa çıxdı. Sonra 2-ni çap eləyəndən sonra gəldin, üstünə 1 gəldin, 2 oldu, 3. 3 8-dən böyükdür, deyirsən yox. Gəldin, bir də 3-ü də çap elədin. Ta ki, hər dəfə gələsən 4, 5, 6, 7 müqayisə edəcəksən, deyəsən böyük deyil. Sonra 7 ilə də gələsən, 7-ni də çap eləyəndə, 7 də daxil, gəlirsən 7 8-dən böyükdür, deyirsən yox, böyük deyil. Gəldin, döndün, qayıtdın, 7-nin üstünə 1 gəldin, 8. 8 8-dən böyükdür, 8-i çap eləməmsən axı. Deyirsən ki, yox, böyük deyil, böyük bərabər ola bilər. Yoxla gəldin, 8-i də çap elədin, 8-in üstünə 1 gəldin, 9. Artıq bura sən yazanda 9 8-dən böyükdür. Deyirsən, hə, algoritm sonlanır. Deməli, 1-dən 8-ə qədər çap edir. 8-in də özü
daxil. Amma o 9-u çap eləmir. Artıq hə ilə alqoritm sonlanır. Bu şəkildə bir balaca məntiq işlətmək lazımdır. Məsələn, burada artıq 9-un özünü də çap eləyir. Gəlsən 9 9-dan böyükdür deyəsən, deyəsən yox, böyük deyil. Gəldin 9-un üstünə 1 gəldin, 9-da hətta burada keçəndə çap eləyirsən, ona görə bu düzgün deyil. Bizə deyib ki, yalnız 1-dən 8-ə qədər. Burada da artıq alqoritm ilə ilk dövrdə sonlanır. Burada da həmçinin. Belə. Sonra deməli oldu B variantı. Cari iş vərəqindəki bütün düsturlara eyni anda baxmaq üçün hansı lent tabından istifadə olunur? Formulas lent tabından Excel-də biz istifadə edirik. Deməli, gəldin, burada işçi vərəqdəki cari iş vərəqində bütün düsturlara baxmaq istəyirsənsə, formulas, show, formulas. Sıxdın, bütün düsturları cari iş vərəqində sənə göstərir bu şəkildə. Sonra vektor qrafikası dedikdə regullyar struktur əsasında yaradılan təsvirlər başa düşülür. Bu tip təsvirlərdə sadə həndəsə anlayışlar primitivlərin nöqtə, düz xətt və s. əsasında təyin olunurlar. 36-cı sualımız PCI slotuna qoşulan giriş qurulusu hansıdır? Twitter. Məsələn, bunlar da PCI slotuna qoşulur, mouse'dan başqa. Amma bunlar həm giriş, həm çıxış qurulusu sayılır. Bizim PCI slotuna qoşulan elə 4 qurğumuz var idi. Baxaq o slotlara. Deməli, ID slotu, EGP, DDR slotu, bir də PCI slotu. PCI slotuna da qoşuldu səs, şəbəkə, kartları, modem və TV tuner. Bunların üçü həm giriş, həm çıxış idi. TV tuner isə yalnız girişdir. Sonra obyektin qısa yolunu yaratdıqda mouse'un sol düyməsi ilə sürükləyərkən hansı düymə sıxılıb saxlanır? Alt düyməsi sıxılıb saxlanır. Ctrl sıxılsa nüsxəsi alınır. Shift olarsa yeri dəyişər. Ümumiyyətlə sizə tövsiyəm, deməli Windows 11-in biz materialına gedək, orada qeydlərimiz var. Qeydlərinizi götürün. Deməli, baxın, bizim obyektin qısa yolunu yaratma üsullarımız var idi. Bunlarda klaviatura qısa yollarında bəzən bizi çarpıtıra bilər, diqqətli olmaq lazımdır. Deməli, açılsın, tam hamısı yüklənsin. Mhm. Deməli, üçüncü dərsimizdə idi shortcut, qısa yolun yaradılması. İkinci dərsimizdə idi yoxsa? Mhm. Shortcut. Deməli, qısa yolun yaradılması alt düyməsi ilə sürükləmək, kontekst menyusundan send to, obyektin kontekst menyusundan Ctrl Shift ilə sürükləmək, diqqətli olun, alt shift yazıb bizi aldada bilər. Kontekst menyusundan copy, sonra paste shortcut, kontekst menyudan new shortcut əmri və mouse'un sağ düyməsi ilə sürüklədikdə açılan pəncərə. Gördüyünüz kimi alt düyməsi və Ctrl Shift. Bu düymələrdə çarpmayın. MS Excel funksiyalar haqqında deyilənlərdən biri yanlışdır. Magistratura 1-ci cəhd imtahanında da düşmüşdü. 2026-cı ildə bilirsiniz. Count statistikadır, düzdür. Sum if riyazi funksiyadır. Product riyazi funksiyadır. Power riyazi funksiyadır. Max məntiqi funksiya deyil, statistika funksiyadır. Diqqətli olmaq lazımdır. Deməli, funksiyaların ola bilər ki, işləvin biz bilə bilərik ki, hansı əməliyyat yerinə yetirir, amma biz onların aid olduğu kateqoriyanı da bilsək üstünlükdür ki, bu da qəbulda sizə düşmüşdür. Riyazi, statistik, mətin və məntiqi. Sonra, cari slaytdan nümayişə başlama düyməsi təbii ki, C variantındadır. Elə təqdimatımızın birindən baxaq. Məsələn, gəldim slide show-a. From current slide, cari slaytdan Shift F5, başdan başlayır, ilk slaytdan, title slaydından F5. Sonra, 40-cı sualımız çap sualıdır. Deməli, 27 səhifəlik sənəd aşağıdakı parametrlər əsasında çapa verilib, şəklə əsasən mülahizələrdən neçəsi doğrudur? İlk olaraq sənədin çap olunması üçün neçə A4 lazımdır ona baxaq. Çünki baxıram ki, burada 2 dənə təklifim var. Görək bunun hansı düzdür?
Hansı səhvdir? Biri deyir 24 vərəq lazımdır, biri də deyir 12 vərəq. Deməli, 27 səhifə deyib. Burada baxıram ki, məndən istəyir tək səhifələri. Tək səhifələrdə bilirik ki, biz 27-ni 2 ardıcıl ədədin cəmi şəklində göstəririk. Deməli, 13 ilə 14-ün cəmi şəklində göstərə bilərik. 14 olur tək səhifələrin sayı. Odd page. Demişdik, birinci bura baxırıq mütləq şəkildə. İkinci baxırıq biz bura. Üçüncü də baxırıq bura. Dördüncü də kopya sayına. Burada tək səhifələri mən seçdim. Gəldim ikinci addımda 4-ə böldüm. Çünki deyir ki, bir səhifədə, bir A4-də 4 səhifə çap olunsun. Düşdü 4 dəfə. Burada one side. Bir üzlü. Bir üzlü çapdı. Yenə düşdü 4. Altını da vurdum 4-ə. Elədi 24 səhifə. Deməli 5 düzdür. Bizdən düzlərin sayını istəyir. Düzmü? Neçəsi doğrudur? Bir deməli səhvdir. Getdi bir. Sonra sənədin səhifələri albom vərəqi formasında çap olunacaq. Sənədin səhifələri kitab vərəqi formasında. Baxırsan ki, burada portretdir. Bu kitabdır. Deməli, 2 də səhvdir. 3 düzdür. Qalırsan indi 4 ilə 6-nın arasında. Gəl baxaq. Deməli, burada onsuz da çox böyük ədəd verə bilməz. O ədalətsizlik olar biraz. 27 maksimum 40 səhifəyə qədər. İndi sən tək səhifələr bilirsən ki, sənə lazımdır. Tək səhifələri düzürsən. Məsələn, 1, 3, 5, 7, sonra 9, 11, 13, 15, 17, 19, 21, 23, bir də 25 və 27. Deməli, baxıram ki, həmin bu tək səhifələr çap olunacaq. Bir də həmin bu nömrəli səhifələri harda çap eləyəcək? Hər A4-də 4 dənə səhifə. Deməli, hər A4-də 4 səhifədirsə, elə mən bunları 4-4 qruplaşdırım da. Çünki hər A4-də 4 dənə nömrə düşəcək. Düzdürmü? 1, 2, 3, 4. Sonda o 2 dənə də bir dənə A4-də çıxır. Düzdürmü? Belə. İndi baxıram ki, çap necə çapdır? Uncollated, yəni dəstələnməmiş çap. Bu o deməkdir ki, kopya sayından hər səhifədən kopya sayı qədər çıxardır. Yəni 1, 3, 5, 7-dən 6 dənə çap edəcək. 6 dənə çap edəcək, çünki dəstələnməmiş çapdır. Bu öz yerində. Deməli, çapda çıxan ikinci vərəqdə 1, 3, 5, 7 nömrəli səhifələr çap olunacaq. Düzdür. İlk elə 6 dənə A4-də 1, 3, 5, 7 çap olunacaq. Ona görə 4-ü biz düz götürürük. Sonra deyir ki, çapda çıxan 9-cu vərəqdə 9, 11, 13, 15 nömrəli səhifələr çap olunacaq. Onsuz da baxırsan ki, kopya sayı 6-dır, çap da uncollateddir. Deməli, 6 dənə bundan çap elədisə, növbəti 6 A4-də hansı olacaq? Yəni 9-a qədər, 12-ci A4-ə qədər 9, 11, 13, 15-ci səhifələr olacaq. Bu da düzdür. Deməli, 4 dənəsi düzdür. 3, 4, 5, 6. C variantı. Doğru olmayan mülahizələr istəyir bizdən. Artıq açıq suallara keçirik. WinZip sistem proqram təminatına aiddir. Tamamilə doğrudur. Biz demişdik ki, arxivatorlar sistem proqram təminatına aiddir. Sistem proqram təminatı deməyək daha doğrusu. Sistem proqram təminatı ikiyə ayrılırdı. Baza və servis. Servisdə də var idi diaqnostik, utilit, antivirus. Bunu da demişdim ki, hətta sizə dua sözü ilə yadınızda saxlayın ki, bu dua sözü sizi aparsın. D aparır diaqnostikə, U aparır utilitə, A da aparır antivirusa. Hətta demişdim ki, bu A sizi aparsın arxivatorlara ki, çünki arxivatorlar da utilitlərə aiddir. Bu şəkildə yadınızda saxlaya bilərsiniz. Deməli, arxivatorlar utilitlərə aid olduğu üçün birinci cümləmiz düzdür. Smart tətbiqi proqram təminatına aiddir. Düzdür, mühasibatlıq proqramıdır. Bizdən doğru olmayanlar istəyir. Diqqətli olmaq lazımdır. Biz düzləri götürək, sonra çıxış eləyərik. Doğru olmayan. Tərcümə proqramları ekspert sistemlərinə aid deyil. Deməli, bunlar yanlışdır. Gedək baxaq. Software proqram təminatı. Aha. Deməli, ekspert sistemləri özlərinin ayrıca bir növ var idi. Yəni, proqram idi ayrıca müstəqil. Ekspert sistemləri ikiyə ayrılırdı. Bir, tibbi diaqnostikada MSIN, bir də iqtisadi proqnozlaşdırmada Expert X. Deməli, fikir yanlışdır. Tərcümə proqramları ayrıca
proqramlardır müstəqil. Ümumi təyinatlı tətbiqə daxildir. Sonra Ruby instrumental proqram təminatına aiddir. Bu da düzdür. Android servis yox, bazaya aiddir. Çünki Android'ə biz dedik ki, Android əməliyyat sistemidir. Əməliyyat sistemlərdəki bazaya aiddir də. Düzdürmü? Baza əməliyyat sistemləri və Android əməliyyat sistemin baxmışdıq biz. Android. Elə. Sonra driverlər sistemin baza proqram təminatına aid deyil. 6 da səhvdir. Deməli, yenə baxsan ki, driverlər, mən software-ni keçəndə demişdik ki, utilitlər, düzdürmü? Utilitlər də demişdik diskə xidmətə əsaslanır və driver də utilitlərin bir növüdür. Baxmışdıq biz ona. Xarici qurğuların işini idarə edən proqram təminatı. Driver. Sonra Ubuntu əməliyyat sistemidir. Bu da düzdür. File Explorer instrumental proqram təminatına aid deyil. Bu da yanlışdır. Deməli cavab olacaq 3, 5, 6, 8. 3, 5, 6, 8. Baxın, File Explorer fayl bələdçisidir. Fayl bələdçilər də, yəni fayl menecerlər hara aid idi? Yenə elə utilitlər aid idi. Fayl menecer, fayl və qovluqlarla iş. Ona görə səhvdir. Doğru olmayan mülahizələr istəyir bizdən. Mak ünvanı kodlaşdırmaq üçün demişdik 6 cütdür. 16-lıq say sistemində, 2 say sistemində kodlaşdırmaq olur. 48 bit, yəni 6 bayt lazımdır. Bu səhvdir. Doğru olmayanlar istəyir. URL ünvanlar internet resurslarının rəsmi yerini müəyyən edir. Düzdür. IP ünvana misal olaraq biz göstərə bilmərik. Nəyə görə? Demişik ki, IP ünvanında update 0 ilə 255-i, yəni 0-255 arası aşa bilməz. 255 aşa bilməz, səhvdir. Sonra 3-ü götürürük. D-Doc Almaniyanın domen ünvanıdır, Kanadanın ünvanı deyil. Götürürük. Protokol komitələr arasında informasiya mübadiləsini nizamlayan qayda və standartlar toplusudur. Düzdür və yaxud da şəbəkədə komitələrin bir-birinə ünsiyyətdiridir. Hosting saytların internetdə yerləşdirilməsi xidmətidir. Bu da düzdür. 43-cü sual MS Word ilə bağlıdır. Doğru olmayan fikirlər istəyir yenə bizdən. Sənədə komment, şərh əlavə olunması həm insert, həm review'dan da amma referens yazıb bizi aldadıb. Sənədə kursorun dayandığı yerdən tarix, vaxt əlavə edilməsi insert lent tabındandır. Bu düzdür. Gəldin. Insert lent tabındandır vaxtın, tarixin əlavə edilməsi. Buradan. Date and time. Sonra sənədi TXT formatında saxlamaq həm fayl menüsü save as-dən, həm də eksportdan mümkündür. Gəldin, fayl, save as, TXT formatında saxlamaq istəyirsən, buradan deməli plain text, TXT-nin genişlənməsi adı. Bir də eksportdan gəldin, change file type, plain text-ə demişdik nədir? TXT formatı. Deməli, bu düzdür. Abzasların üfüqi düzləndirilməsi layout lent tabından da mümkündür. Bəli, mümkündür. Baxaq, layout lent tabından demişdik ki, Home-un paragrafından dialog pəncərəsinə etdiyimiz bütün əməliyyatlar layoutunda paragrafın dialog pəncərəsinə aiddir. Deməli, biz üfüqi düzləndirə biliriksə, həm də layoutdan da mümkündür. İki sənədin compare əmri vasitəsilə müqayisəsi view lent tabından mümkün deyil. View lent tabı ilə müqayisə edə bilərik. Necə? View side by side əmri ilə. Amma avtomatik müqayisəsi compare əmri ilə review'dandır. View yazıb bizi çarpdırıb. Cari sənədin yeni pəncərədə açılması Ctrl-N deyil. Ctrl-N yeni bir boş sənəd yaradır. Dokument, fayl yaradır. Amma cari sənədi sən yeni pəncərədə açmaq istəyirsənsə, View, New Window əmri ilə cari pəncərəni yeni səhifədə aça bilərsən, yeni pəncərədə aça bilərsən. Görsən, adların siyahı şəklində göstərir. 1, 2. Sonra 6 da deməli səhv oldu. 1, 5 və 6. 44-cü sual. İkilik say sisteminin ən kiçik 3 rəqəmli ədədi ilə 16-lıq say sisteminin ən kiçik 3 rəqəmli ədədinin cəmini
onluq say sistemində ifadə edilir. İkilik say sisteminin ən kiçik üç rəqəmli ədədi 100, düzdürmü? Amma necədir? İndeksində 2 yazacağam. 16-lıq say sistemində ən kiçik üç rəqəmli ədədi 100 olacaq, amma indeksində nə olacaq? 16. Burada şəxsi məharət nədir? Mən bunu bilsəm də keçid qaydalarının fərqli olduğunu, yəni fərqli-fərqli ədədlərə vuracağımı bilməliyəm. Ümumiyyətlə, məsələn, ikilik say sistemindən tutmuş 16-lığa qədər biz deyə bilərik də sıfırdan birdən istifadə edə bilirik də, düzdürmü elementlərdən. Ən kiçik 2 rəqəmli 10 götürərik, ən kiçik 3 rəqəmli 100 götürə bilərik sıxıntısız bir şəkildə. İndi gəlirəm mən bunu ikilikdədir. 0, 1, 2 yazdım, keçirəm onluğa. Bir dənə 1-i götürəcəm də, düzdürmü? Sıfırları götürməyə mənası yoxdur. Bərabərdir. 1 vurulsun 2 üstü 2. O da bərabərdir 4-ə. Bunu oldu 4. Sonra yenə 100, amma bu səfər 16-lıqdadır. Xətti çəkdim 0, 1, 2. 1-i nəyə vuracam? 16-nın kvadratına. Bu da bərabərdir. 1 vurulsun 16 üstü 2. O da mənə verdi 256. Artıq bunlar onluqdadır. Cəmini də toplayanda 256 ilə bu da sənə verəcək 260. Sonra sonuncu sualımız uyğunluq sualıdır. Lokal şəbəkə modeli deməli FTDI-dir. Lokal şəbəkə modeli ümumiyyətlə şəbəkə modeli demişdik ki, şəbəkənin qurulması üçün şablonlardır. 1D. Frame Relay qlobal şəbəkə texnologiyasıdır. Gedək lokal şəbəkəyə. Lokal şəbəkədə biz texnologiyaları, yəni şablonları keçmişdik. Ethernet, Fast Ethernet, Token Ring, FTDI, 100VC inLAN və ArcNet. Sonra şəbəkə topologiyası ulduzvaridir, bir də meşdir. Şəbəkə avadanlığı da konsentratorda bilirsiniz. Ulduz topologiyasında, ulduzvari topologiyada ortada dayanan qurğu və yaxud da kommüter. 3 də oldu. Deməli, B variantı. Bu qədər. Hər birinizə imtahanda uğurlar.